Bismillahirrahmanirrahim. Assalamu aleyküm. Hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, Qədirxan bayramınız mübarək olsun. Allah Taala hər bir bayramı əvvəlkindən daha gözəl eləsin sizlər üçün. Düşündüm, daşındım bu bayram münasibəti ilə sizlərin qəlbini necə sevindirə bilərik. Özümün də paylaşmaqda qısqanclıq elədiyim bir duanı paylaşacağım. Həzrəti Əli əleyhissalamla bağlı olan Qədirxan bayramı ilə bağlı. Bu da məndən sizə həzdiyə olsun. Nə buyurur duada? Ey əziz insan, bil ki, vəqflərdəki hər sətir cizgisi vəqfini etdiyin isim və yaxud hərfin və yaxud ayət-i cəlilin bir qədəmə sirrini açığa çıxardar. Əsma-i ilahilərin və ayət-i kərimələrin bir zahiri vəqfləri vardır. Sağdan sola və alt-alta çizilən sətirlərlə bir də batini vəqfləri vardır ki, bu batini vəqflərin qüvvəti, təsiri çox surətli və çox təsirlidir. Və bu vəqflər çox qiymətlidir. Az əvvəl yuxarıda verdiyimiz Allahu Taala'nın vav ilə başlayan 12 ismi şərifinin bir də batini vəfqini verəlim ki, bunun həvasını saymaqla bitirə bilməyiz. Əz cümlə, bu vəqfi şərifi daşıyan insanda çox əcaib əsrar zühur edər. Bu vəqfi yazıb daşıyan insan həm aləmi ülvidə, həm aləmi sülfidə əcaib şeylər görər. Hər iki aləmdəkilər bu insana tabi olar. Kimsə o insana pislik edə bilməz. Hər nə hacət diləsə Allahu Taala o insanın hacətini verər. Məhlukatın qəlbi o insana meyl edər. Təsəvvüflə əlaqədar olan insanlar bu vəqfi şərifi yazıb daşsalar, böyük mərtəbələrə ulaşarlar. Çox əcaib müşahidə edərlər. Yazma saatı bir öncəki vəqf kimidir. Vəqf-i şərif budur. Yəni Allahu Taala'nın 12 ismidir. Vav hərfi ilə başlayan vəqfə salınır. Yaxından da göstərək, vavla başlayan adlarıdır Allahu Taala'nın 12 ismi. Yazma saatı deyir, əvvəldəki vəqf kimidir. Əvvəlki vəqfi niyə göstərmədim? Qızla yazılmalıdır o, ona görə. Deməli, bunu isə adi kağıza yaza bilərsiniz, adi qələmlə yaza bilərsiniz. Çox təsirli, çox gözəl bir vəqfdir. Yazma saatı deyir, əvvəldəki vəqfdəki kimidir. Əvvəldəki vəqfdə buyurur ki, günəş şərifdə olarkən. Günəş şərifdə olması vaxtı nədir? Gün doğandan 40-45 dəqiqə sonra. Gün ki çıxdı, məsəl üçün namaz vaxtına baxın, o namaz vaxtlarında yazılır günün çıxma vaxtı. Günün çıxma vaxtı gördünüz ki, məsəl üçün saat 4:30-dadır. Deməli, 5-in yarısıdır məsəl üçün günün doğma vaxtı. Saat elə bilin 6-15 dəqiqə işlənmiş sübh tezdən bu yazılacaq. Yəni gün haçan çıxır 45 dəqiqə ondan sonra günün şərifdə olduğu vaxtıdır. Bir daha yaxından göstərək. Nəyisə anlamasaz, orada Allah-u Taala'nın vavla başlayan adını yadınıza salın. Biləcəksiniz ki, hansı addır orada. Tamam mı? Çox gözəl bir duada, yazmaqda tərəddüd etməyin. Allah səbəb salsın, xeyrin görün inşallah. Bir daha bayramınız, cümə gününüz mübarək olsun. Sağ olun, Allah əmanət olun.